Sinifdə monoloq yox, dialoq mədəniyyəti. Dərsdə çox danışan müəllimlər əslində çox az öyrədirlər. Çünki öyrənmə səs eşidiləndə deyil, fikir səslənəndə başlayır. Bununla bağlı tədqiqatçı Robin Alexander 5 ölkədə 500 sinif üzərində maraqlı bir araşdırma apardı. Araşdırma göstərdi ki, bir çox sinifdə müəllim danışan tək səsdir. O məlumat verir, sual verir, cavabı isə özü təsdiq edir. Amma bu modeldə şagird sadəcə reaksiya verən olur, düşünən yox. Dialoji tədrisdə isə müəllim dərsi söhbətə çevirir, uşağın fikrini eşidir, onun ideyasını genişləndirir. Yəni öyrənmə monoloqdan deyil, dialoqdan doğur. Dərsdə müəllimin səsi dominant olanda uşaqlar biliyi əzbərləyirlər, amma anlamırlar. Əksinə müəllim açıq suallar verdikdə, sizcə bu niyə belə oldu, başqa yollar ola bilərdimi dedikdə, uşaqlar düşünməyə başlayırlar. Sual düşüncə üçün verilməlidir, yoxlamaq üçün yox. Dialoji mühit eyni zamanda tənqidi düşüncə yaradır. Tədqiqat da göstərir ki, dialoji dərslərdə uşaqlar fikir əsaslandırmağı, başqasının baxışını anlamağı və arqument qurmağı öyrənirlər. Yəni dərs sadəcə bilik ötürmür, sosial və koqnitiv bacarıqları da formalaşdırır və bu da 21-ci əsr təhsilinin əsas hədəfidir. Müəllim danışmağı azaltsa, sinif susmur, əksinə uşaqlar danışmağa başlayırlar. Çünki uşaq səsinin eşidildiyini görəndə özünü dəyərli hiss edir. Bəli, bu danışdıqlarımız İngiltərə təhsilində müəllimlərin dərsə yanaşmasıdır.